Hər birinizi xoş gördük əziz 11-ci siniflər. Hər birinizi xoş gördük əziz izləyicilər, əziz 11-ci siniflər. Bilirik ki, bu gün 9 mart 2026 tarixində 11-ci siniflər üçün DİM-in təşkil etdiyi buraxılış imtahanı keçirildi. Ümid edirəm ki, bütün əziyyət çəkənlər istədiyi ballara, istədiyi doğru cavablara nail olub. İndi biz də sözü çox uzatmadan keçirik bugünkü riyaziyyat suallarının izahına. Qeyd edim ki, imtahan çox sadə idi. Həqiqətən çox sadə idi. Bizim keçdiyimiz dərslərin, bizim açdığımız o canlıda işlədiyimiz sualların yanında bu suallara sual belə demək olmaz. Gəlin indi başlayaq suallardan. 61-ci sual. Deyir ki, 628-in kvadratı minus 72-nin kvadratı bölünsün 378. Bu ifadəni hesablayın. Yuxarı bizə müxtəsər vurma düsturu verir. Yazırıq ki, A minus B, A plus B. Yəni 828 minus 72 vurulsun 828 plus 72 böl 378. Deməli, biri bizə verir nə? Biri verir 900. Bu neçə verir? Deməli, 756, 756, 378. 2 dəfə cavab 1800. Cavab C variantı. Birinci sualda cavab C variantı. Keçdik ikinci suala. Deyir ki, A-ın ədədi silsiləsində A13 bərabər 58, A28 bərabərdir. A28 28 olarsa silsilə fərqini tapın. Bilirik ki, A-n bərabərdir A1 plus M minus 1'dir. Bu düsturları biz təkrarlamışdıq. Bizim 12 sual videomuz var idi. Hansı ki, hər il imtahana düşən 12 sual. Burada bu sualı, bu tip sualı vurgulamışdıq. O zaman A13'ə deyə bilərik ki, A1 plus 12'dir. A28'ə deyə bilərik ki, A1 plus 27'dir. Bu bərabərdir 58'ə, bu bərabərdir 28'ə. Tərəf-tərəfə çıxsaq yerdə qalır. Mənfi birincidən ikincini çıxsaq. Mənfi 15 D bərabərdir 30, D bərabərdir mənfi 2'yə. Cavab B variantı. 63-cü suala keçdik. Yəni bizim 3-cü sualımıza. Buradadır. Düstur sualıdır. Deyir ki, kosinüs 38 dərəcə plus kosinüs 18 dərəcə ifadəni hasil şəklində göstərin. Bizim cəmi hasilə çevirmə düsturumuz vardır. Kosinüs alfa plus kosinüs beta bərabərdir 2 kosinüs alfa plus beta bölü 2 vur kosinüs alfa minus beta bölü 2. Buna əsasən yazsaq, yazarıq ki, 2 kosinüs 38 plus 18 bölü 2 kosinüs 38 minus 18 bölü 2. Bu da bizə verir 2 kosinüs 28 vur 10. Yəni kosinüs 10. D variantı. 64-cü sual oxşarlıq sualıdır. Deyir ki, ABC üçbucağında M'in paraleldir AC olarsa, deməli burada artıq oxşarlığı görə bildik. Alfa, alfa, beta, beta qamma bucağına görə. Deyir ki, AC 20'dir. BN 8'dir. NC 17'dir. MN'i tap. MN'ə bir X desək, bilirik ki, X'in 20'yə nisbəti bərabər olur 8'in 8 plus 17'yə nisbətinə. Buradan da X bərabər olur 20 vur 8 bölünsün 25. Buradan 5 dəfə 4 dəfə 32 bölünsün 5 6 tam 10'da 4. Cavab A variantı. 65-ci sual. Yenə sadə bir fəza sualı. Deyir ki, prizmanın həcmi 120 cm3, hündürlüyü isə 8 olarsa, oturacağı tapın. V bərabərdir 3'də 1 S oturacaq vur H. Yəni 120 bərabərdir 3'də 1 vurulsun. S oturacaq vur 8. Gəlin də bunu hesablayaq. S oturacaq bərabərdir 360 bölü 8. O da neçə eləyir? Deməli 320, o da ki 40. Eləyəcək 35. Görək səhv hesablamadıq. Yox, nəsə bir yanlışlıq var. Nə kimi yanlışlıq var? Həcmi 120 cm3, hündürlüyü isə 8 cm. Gənclər, bizə prizma deyir, piramida demir. Mən piramida düşünmüşəm. Bizə deyilən fiqur isə prizmadır. O zaman 3'də 1 olmayacaq. Çox elementar bir səhv eləmişəm. O zaman bu 3'də 1 7'yi, o zaman 120 bölü 8 olacaq elə.
O da neçə eləyər? 80 oradan, 40 oradan. 15. Cavabımız olur 15, yəni A variantı. Tələsmək lazım deyil. Sadəcə mən sualları tez izah eləmək üçün biraz sürətli izah edirəm. Deyir, eni 40, uzunluğu K olan düzbucaqlının perimetrini tapın. Perimetr düsturu nə idi? Deməli, 40K. P bərabər deyir, 2 vurulsun, tərəflərin cəmi 40 plus K. 2 vur, 40 plus K, C variantı. Sonra deyir ki, bu şərti ödəyən natural ədədlərin sayını tapın. 17 daxil olmaqla 23 daxil olmamaqla nələr var? 17, 18, 19, 20, 21, 22, 23'ü götürmürük. 2, 4, 6 dənə C variantı. 68 deyir ki, sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçini neçə müxtəlif üsulla seçmək olar? Canlı yayınlarda bu tip suallar da işləmişdik. Bilirik ki, en sayda adamdan, məsələn 2 sayda önəmli insana, məsələn vəkil ola bilər, növbətçi ola bilər və s. Kombinizon 24-dən 2 ilə seçirik. 24 faktorial bölünsün 2 faktorial vurulsun 22 faktorial. Bu da bizə verir 23 vur 24. Bunu mən elə bil ki 22 faktorial vur 23 vur 24 kimi yazdım. Getdi. Vur böl 2. 23 vurulsun 12. Bu da bizə 276 cavabını verər. Cavabımız 276. 69-cu sual. Deyir ki, bu ədədin 40%-ni tapın. Birinci bu ədədi tapaq, sonra 40%-ni taparıq. 4,5 yazıram 45 böl 10 kimi. Vurulsun 1,3-dəkini yazıram 3-də 5. Plus 2,5-i saxlayıram elə ki. 3 gedər 15 dəfə, 5 gedər neçə dəfə? Heç 5-i aparmağa ehtiyac yoxdur. Elə 3 ilə ixtisar apardıq. Bu neçə eləyir? 75 böl 10. Yəni 7,5. Üzərinə də 2,5 gəlsək neçə eləyir? 10. Onun 40%-ni istəyir. Onun 40%-ni tapmaq üçün vurarıq 0,4-də və yaxud da 40-a vurub 100-ə bölərək. O da ki, 40% ona bərabər olan ədəd. 40% ona bərabər olan ədəd isə necə taparıq? Deməli, ədədimizi tapdıq 10. Vururuq 100-ə, bölürük 40-a. O da eləyər 10.000 bölünsün 40. Bir 0 getsə 25. Cavabımız 25 Y variantı. 70-ci sual. 70-ci sualda deyir ki, şəkildə verilənlərə görə alfa bucağını tapın. Alfanın söykəndiyi qövs hansıdır? Bu qövs. Bəs bu 40 dərəcənin söykəndiyi qövs hansıdır? Bu qövs. Bilirik ki, eyni qövsə söykənən daxilə çəkilmiş bucaqlar bərabər olur. Yəni o zaman elə deyə bilərik ki, bura 80-dir. 80 imiş ki, bura 40 olub. Alfa da bu qövsə baxdığı üçün alfa da elə 40 olacaq B variantı. 71-ci sual. Çox sadə sualdır. Sinüs 60 çıx kosinüs 30. Cədvəldən qiymətini tapıb yerləşdirərik. Sinüs 60 kök 3 bölü 2, kosinüs 30 kök 3 bölü 2. Çıxdıqda 0 qalır. 72-ci sual. Üstlük ifadədir. Bilirik ki, üstün üstlüyü vurulur. O zaman kökini kök 2'ye vuranda bizə verərdik ki, o zaman bu ifadə verər 2 üstü 2. O da 4 verər, cavab B variantı. Bərabərsizliyin ən kiçik həllini tapın deyir. Mənfi 2x kiçikdir, bərabərdir 8. O zaman hər tərəfi mənfi 2'yə bölsəm, böyükdür, bərabərdir, mənfi 4 olur. Mənfi 4-dən böyük bərabər. Ən kiçik ədəd neçədir? Elə mənfi 4'dür. Bir dəqiqə. Daha doğrusu mənfi 4-dən böyük bərabər. Ən kiçik ədəd neçədir? 4'dür. Deyirəm, burada bir yanlışlıq oldu. Elə bir doğrudur. Mənfi 4. 74-cü sual. Konusun doğranı 10 kök altda 3, yəni L bərabərdir 10 kök altda 3 olub, oturacaq müstəvisə ilə 30 dərəcədə bucaq əmələ gətirir. Deməli, burayla 30 dərəcə əmələ gətirir, 10 kök altda 3'dür. Bir dənə hündürlük çəkirəm. Bura verir, bilirik ki, 30'un qabağındakı hipotenuzun yarısıdır. O zaman bura olacaq 5 kök altda 3. Bura bəs neçə olacaq? 60'ın qarşısındakı. 5 kök altda 3'ün kök altda 3 misli. Bu da ki, o zaman radius olacaq 15. İndi bizə nə deyir? Konusun oturacağının radiusunu tapın. Elə cavab 15 edər. Keçdik 75-ci suala. Bərabərsizliyin ən kiçik tam həllini tap deyir. Bunu yazırıq. 2 üstü x vurulsun 2 üstü 3 kimi ayırma xassəsinə əsasən. Çıx 6 vur 2 üstü x.
kiçikdir 3 üstü x vur 3 minus 3 üstü x. İndi 2 üstü x'i buradan möhtərizə xərcinə çıxardıram. 8 minus 6 kiçikdir 3 üstü x'i də buradan çıxardıram. Vurulsun 3 minus 1. Bu bizə 2 verər, bu 2 verər. Getdi. Yerdə qalır 2 üstü x kiçikdir 3 üstü x. Bu zaman bilirik ki, hansı halda 2 üstü x 3 üstü x-dən böyük olar? Daha doğrusu kiçik olar. X-in natural qiymətlərində, yəni ən kiçik qiyməti olur 1. Cavabımız oldu 1. Keçdik 76-cı suala. AB 2 rəqəmli ədədləri üçün kök altından natural ədəd çıxırsa, deməli bu ədədin kvadrat kökü var. Hansı ədədlərin 2 rəqəmli ədədlərin kvadrat kökü var? 16, 25. Çünki deyir kök altından natural çıxır. 36, 49, 64, 81. Neçə dənədir? 2, 4, 6 dənə. Tək olma ehtimalı. Neçə dənə tək var? 6 dənədən. Ümumi hallarımız oldu. P bərabərdir. Ümumi hallarımız oldu 6. Əlverişli hallarımız tək olanlar 1 dənə, 2 dənə, 3 dənə. Deməli, 2-də 1 ehtimalla tək gələ bilər. 77-ci sual. Loqaritma 81 əsasdan 8 bölünsün loqaritma 9 əsasdan 32. Deməli, nə edə bilərik? Gəlin birinciyi yazaq belə bir şey. Loqaritma 9-un kvadratı əsasdan 8 bölünsün loqaritma 9 əsasdan 32. 32-ni də hətta yazıram. Necə? Deməli, necə yazaram? 8 yazıram 2 üzəri 3. 32-ni yazıram 2 üzəri 5. Gəlin də baxaq. Bu bizə verir neçəni? 3 bölü 2 loqaritma 9 əsasdan 2'yi bölünsün və yaxud da belənəcək. Belə daha izahlı olur. Deməli 3'ün kubu kimi də yazmaq olar. Elə də yazmaq olar. Yine bir fərq eləməyəcək. 5 vur loqaritma 9 əsasdan 2. İxtisar gedər. Yerdə qalar nə? 15 bölü 2 o da 7,5. Yəni deməyim odur ki, belə də yazmaq olardı. Cavabımız oldu 7,5. Bu artıq doğru cavabdır. Belə də yazmaq olardı. Loqaritma 3 üzəri 81 3 üzəri neçədir? Baxırıq ki 9, 27, 81, 4'dür. Bu da ki 2 üzəri 3'dür. Yenə qabağa çıxacaqdır 4'də 3. Aşağıda da olacaqdır 2'də 5. Yenə nə olacaqdır? Yenə olacaqdır ki 3 vur 2'yi 3 vur 2. Hə, 1 dəqiqə. Bölünsün. Burada nə olacaqdır? 5 bölünsün 2. 3 bölü 4 loqaritma 3 əsasdan 2'yi 2'də 5 loqaritma 3 əsasdan 2. 3 əsasdan 2'lər getsə yerdə qalır. Neçə qalır yerdə? 3 vur 2 bölünsün 4 vur 5. Bundan da gedər. Yerdə qalar 0,3. Cavab 0,3 elədi. Bayaqlar onda biz nəyi səhv etmişdik ki, cavab fərqli alındı? 0,3. Yox, elə bayaqları da cavab 0,3 eləməli idi. Nəsə biz hesablamada səhv eləmişik. Dəqiq cavabı 0,3. Keçdik 78-ə. Deməli, 78-ci sualda x-i verib, yerinə qoy hesabla deyir. Nə yazırıq? 10 vurulsun 0,4'ün mənfi 0,4'ün kvadratı minus 5 vurulsun modulda mənfi 0,4 yəni də müsbət 0,4 plus 3. Deməli 0,16 1,6 minus 2 plus 3. Bu da bizə verir 2,6. Cevabımız eləyir 2,6.
Keçdik ətraflı yazı tələb edən suallara. 79-cu suala deyir ki, aralarındakı məsafə 34 kilometr olan A və B məntəqələri. Deməli, A, B 34 kilometr var. Eyni vaxtda velosipedçi və piyada yola çıxıb. Velosipedçi və piyada. Deyir ki, qarşı-qarşıya hərəkətə başlayıblar. Deməli, piyadanın sürəti velosipedçidən 8 km azdır. Piyadanın sürətindən bu 8 km çoxdur. Buna yazarıq V plus 8 və yaxud da X plus 8. Bunun sürəti X olsa. Deyir ki, velosipedçi 24 km məsafədə olan C məntəqəsinə piyadadan yarım saat tez çatdı. O zaman buradan da 10 km. Çünki 34 isə 24 10 olaraq bölünür. Deyir ki, piyadanın sürətini tapın. Bizdən X istəyir. Nə yazarıq? Yazarıq ki, 24 bölünsün V plus 8 bərabərdir nəyə? 10 bölünsün V, burada X də deyə bilərik, V də deyə bilərik. Bir də deməli, piyada deməli hansı tez çatıb? Piyadadan yarım saat tez çatdı. Deməli, bunlar bərabər olmaq üçün bu məsələn 5 saata çatıb. Bu neçə saata çatıb? 5 plus 30 dəqiqə. Üzərinə gəlmək lazımdır 2-də 1-ə. Plus 2-də 1. Yəni yarım saat. Gəlin indi hesablayaq. Burada yazıram ki, 24 bölünsün V plus 8 bərabərdir. Yazıram ki, hər tərəfi V-yə vursam, bunu 2-yə vururam, bu olur 20, bunu da V-yə vururam. Bu olur, deməli, V plus 20 bölünsün 2V. Yəni, gəlin çarpazı vuraq. 48V bərabərdir. V kvadrat plus 28V plus 160. Burada bir dənə xəta eləmişəm mən. Velosipedçi tez çatırsa, bu velosipedçinin çatdığı vaxt 1,5 saat olsa, biz bu piyadanın çatdığı vaxtdan 2-də 1 çıxmalıyıq. Ona görə çıxırıq burada. Bir dənə burada çıxma fərqləri olacaq. İndi gəlin yenidən vurub açaq. Yenidən vurub açaq. Nə yazırıq? 48V bərabər deyir. V kvadrat minus 20V plus 8V. Yəni 12V minus 160. Buradan alırıq ki, V kvadrat minus deməli plus 36V minus 160 bərabərdir 0. 44. O da ki, nə olur? Müsbət 40 mənfi 4 V. Deməli, sürət ya mənfi 40 olar, bu olmaz. Olar müsbət 4. Deməli, bizdən elə bu sürəti istəyirdi, cavabımız oldu 4. Xırda bir dənə mənfi müsbət səhvi xeyli vaxtımızı aldı. Burada cavab oldu 4. 80-ci suala baxaq. 80-ci sualda nə deyir bizə? Deməli, 80-ci sualda deyir ki, 24 nəfərdən ibarət işçi qrupunda qadınların yaşlarının ədədi ortası 21, kişilərin yaşlarının ədədi ortası isə 29-dur. Bütün işçilərin ədədi ortası 26 olarsa, qrupda neçə kişi var? Deməli, gəlin yazaq. Qadınlara deyəcəm Q, kişilərə deyəcəm K. Deməli, qadınların yaşları cəmi nə deyirəm? Q və K. Böl X bərabərdir 21 deyir. Kişilərin yaşları cəmi bölünsün. Buna da bir nə deyək? Y də deyə bilərik. Zaten deyir 24 nəfər var. Deyərik elə. 24 minus X. Bu neçədir? 29'dur. Gəlin indi yazaq ki, qadınlar 21X imiş. Kişilər 29 vur 24 minus X imiş. Və bizə deyir ki, qadınlar plus kişilər 24 vur 26 olacaq da yaşlarının ədədi ortası. Çünki 24 nəfər var, ortalama 26 isə bunların hasili 624. Gətirib yerinə yazaq. 21x plus kişilərdə neçə idi? 696 eləməlidir. 696 bəli çıxılsın 29x bərabərdir 624-ə. Yəni burada 2 vaqını gətirib yerinə qoydum bayaq tapdığım. Bu da neçə eləyir? Deməli, mənfi 8x bərabərdir mənfi neçəyə? 72-yə
X bərabərdir 9-a. Y nəyə bərabərdir? Buradan gətirib yerinə qoysam, 9-u gətirib yerinə qoysam nə alıram? Daha doğrusu bizdən nə istəyir? Neçə nəfər kişi var? X nəfər kişi var idi. Bu neçə idi? 9 nəfər qadın var. 24 çıx 9 sayda da 24 çıx 9. Yəni 15 nəfər də kişi var. Bu sualda bu şəkildə getdi. 9, 15. Bizdən konkret kişiləri istədiyi üçün cavabımız olacaq 15. 15. Burada cavabda 4 tapdıq. 81-ci sual. Deyir ki, a(x kvadrat plus bx plus c funksiyasının qrafiki verilmişdir. Bu perpendikulyardır. AC BC-yə perpendikulyardır. 90 dərəcəli, deməli düz bucaqdır. CO bərabərdir 5. BO bərabərdir 25 vur AO. 25 vur olsun X. AO daha doğrusu. Hə. BO bərabərdir. Hə, 25 qatıdır. Tamam, burada bir problem yoxdur. Biz nə yazacaq? Bilirik ki, hündürlüyün düsturuna əsasən h kvadrat bərabərdir ayrıldığı hissələr n vur n. O zaman 25 bərabər olur 25 vur x-ə, x bərabər olur 1-ə. Uzunluq olduğu üçün müsbət qiymətini götürəcək. Bizdən nə istəyir? Parabolanın təpə nöqtəsinin apsisini tap. Parabolanın təpə nöqtəsinin apsisi necə taparıq? Deməli, çox sadə. Baxın, bu x məsafəsini biz 1 tapdıqsa, bu nöqtə olacaq, bu nöqtə -1. Bu nöqtə neçə olacaq? Zaten veribdə bizə 25. Bizdən parabolanın bu nöqtəsini istəyir. Tam bu suala aid bir dənə YouTube kanalımızda çox qəşəng bir sual izah eləmişdik. Tam bu nöqtə nə olacaq? Daha doğrusu OTK-da izah eləmişdik. Deməli, -1-dən 25-i cəmləyirik, bölürük 2-yə orta nöqtə. Parabolada simmetrik funksiya olduğu üçün tam orta nöqtəsi ilə təpə nöqtəsinin apsisinə uyğun gəlir. Bu da bizə verir 12 cavabını. Cavabımız oldu 12. Burada da 12 cavabını qeyd edirik. Bu arada qeyd edim ki, gələn il üçün dərs qruplarımıza qeydiyyat başladı və bunu qeyd edim ki, qeydiyyatdan keçən şagirdlərə yay boyu ödənişsiz təkrar qrupları açılacaq. Gələn il daha rahat başlamaq üçün, daha hazırlıqlı başlamaq üçün yayda da qeydiyyatdan keçən şagirdlərlə fərdi məşğul olacağam. Keçdik 82-ci suala. 82-ci sualda bizə nə deyir? Deyir ki, alfa və beta uyğun tərəflərə paralel olan müxtəlif adlı, qamma və fi isə uyğun tərəflərə paralel olan eyni adlı bucaqlardır. Qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünün 20% az. Tamam, indi buradan nə yazmalıyıq? Müxtəlif adlı, deməli, uyğun tərəflər paralel olan bucaqlarda müxtəlif adlıdırsa cəmi, yəni alfa plus beta bərabərdir 180 verməlidir. Eyni adlıdırsa bərabərdirlər. Buradan da yazırıq ki, nə yazırıq? Hansılar uyğun tərəfləri paralel olan eyni adlı bucaqlardır. Qamma və fi isə bərabərdirlər. İndi nə yazarıq? Deyir ki, qammanın dərəcə ölçüsü alfanın dərəcə ölçüsünün 20% azdır. O zaman qamma bərabər olacaq. 0,8 alfaya. Və deyir, fi'nin dərəcə ölçüsü beta'nın dərəcə ölçüsünə 20% çoxdur. Buradan da yazarıq ki, deməli, fi bərabərdir. 1,2 beta. İndi nə deyirik burada? Dedik ki, fi və alfa, daha doğrusu fi və qamma bərabərdirlər. Gəlin indi bərabərləşdirək. Necə bərabərləşdirəcək? Fi'nin yerinə qoyuruq bunu, daha doğrusu qammanın yerinə qoyuruq bunu, fi'nin yerinə qoyuruq bunu. 0,8 alfa bərabərdir 1,2 betaya. Buradan alırıq ki, hər tərəfi 0,4 ixtisar eləsək 2 alfa bərabərdir 3 betaya. O zaman buradan ifadə alırıq ki, 3 beta bölünsün 2 bərabərdir alfaya. Elə bunu aldıqdan sonra əsas sual həll oldu. Yuxarıya gətirib alfanın yerinə bunu yazsaq
3 beta bölü 2 plus beta bərabərdir 180. 5 beta bərabərdir 360. Beta bərabərdir 360-ı 5-ə böləndə neçə eləyir? Deməli 72. Alfa da bunun üzərində neçə gəlsək 180 eləyər? 108 dərəcə. Deməli alfa və betanı tapdıq. Bizdən elə alfa və betanın dərəcə ölçüsünü istəyirdi. Keçdik 83-cü suala. 83-cü sualda nə deyir? ABC üçbucağında A 90 dərəcə, AD tənbülən CD 24 cm, AB 8,3 cm olarsa, deməli bu üçbucağın sayısını tapın. Gəlin burada baxaq. Düz bucaqlı üçbucaq verib bizə. Bir dənə çəksə qəyalı olacaq. Əstağfurullah. Telefon da elə bir mənim deyir ki, əlim videoya paylaşmasın. C 90 dərəcə. Buranda AB olaraq adlandırıram. AD tənbüləni CD 2,4, AB isə 8,5 cm olarsa, ABD üçbucağının sayısını tapın. ABD. Tamam. Bu üçbucağın sahəsini bizdən istəyir. Başqa bir şey verib mi? Buranı verib 2,4. Buranı verib 8,5. Gəlin belə bir şey edək ki, baxın, deməli, buranı 2,4 verib, bura bir A desək, və yaxud da bura bir X deyək, burada bir A deyək. Tənbülən xəstəsinə əsasən yaza bilərik ki, A bölü 24 bərabərdir, daha doğrusu 2,4 bərabərdir. Deməli, 8,5 bölünsün X-ə. İndi AX bizdə neçə verir? AX asiliyi bizə verəcək, deməli, 20,4 5-in 20, deməli, 20,4. 20,4 verər. Doğru mu? 16. O da 17. İndi biz nə eləməliyik? Bizdən bu iştiraklanmış hissənin sahəsini istəyir. Bu da körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucağın hündürlüyü hardadır? Buradadır. Onda S bərabərdir. A vurulsun, daha doğrusu AB vurulsun H desək, yəni tərəf vurulsun, tərəfə çəkilmiş hündürlük. Yəni elə bizə AX verəcək də. AX bir də bunun amma 2də biri var idi. O zaman 2-yə bölərik. Cavab da oldu 20,4 bölünsün 2. O da bərabərdir 10,2. Cavabımız oldu 10,2. Keçdik növbəti suala. Səksən dördüncü sual. Deməli, 84-cü sualda bizə nə deyir? Deyir ki, nöqtələri birləşdirən parçanın orta nöqtəsi apisokunun mənfi hissəsi üzərində olarsa, K-nı tapın. Deməli, bu nöqtələri verib, birləşdirən parça orta nöqtəsində olarsa, deyir, mənfi hissədir. Yazarıq ki, K kvadrat minus 4K plus 12, K kvadrat minus 4K plus 12 minus 4K. Bərabər olmalıdır bunun yarısı nəyə? Bərabər olmalıdır K kvadrat minus 8K plus 12'ye. Bunlarda kiçik olmalıdır. Deməli. Bunlar bərabər olmalıdır. Kiçik olmalıdır 0-dan. 12 bölü 2. Deməli nə yazarıq? Yazarıq ki, K kvadrat minus 8K plus 12'yi. Bu da oldu. K kvadrat minus 8K 12 kiçikdir 0 olmalıdır. Bəli. Baxaq, elə verirmi? K kvadrat deməli. Elə bizə deyir də x-i deyir ki, mənfi hissədədir.
Bunları çıxdıq. Bu oldu 0. Daha doğrusu 0-dan kiçik. Köklərini ayırsaq k minus 6, k minus 2. Kiçikdir 0. İntervala yazdıq. İntervalı yazdıq. İntervalda 2, 6-nı qeyd etsək, bir qiymət verirsək, müsbət, mənfi, müsbət. Bizə deyir ki, absisin mənfi hissədə kəsdiyi nöqtələr 3, 4, 5 olur. Cavabımız oldu 3, 4, 5. Deməli, başqa bir şey istəyirdim bizdən. Nöqtə absis oxunun k-nı tapın. K-nın qiyməti olur 3, 4, 5. Bu qədər sadə. Deməli, son suala keçid edirik. Son sualda deyir ki, Euler-Venn diaqramında A və B çoxluqlarının elementlərinin sayı verilmişdir. Kəsişməsi çıxılmasından böyük olarsa, x-in natural qiymətləri üçün n A çıxılsın B-nin ala biləcəyi ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Deməli, nə yazarıq burada? Kəsişməsi, yəni 3x plus 4 böyükdür çıxılmasından. B'dən A-nı çıxanda nə qalır? 19 minus 2x. Buradan onda deyə bilərik ki, 5x böyükdür 15-dən, x böyükdür 3-dən. Həmçinin deyir ki, o zaman 2x plus 5-in ən böyük və ən kiçik qiymətlər cəmi. Ən böyük qiymət, ən kiçik qiymət. Deməli, ən böyük neçə ala bilər? Ən böyük neçə ala bilər? X nə olmalıdır? Bilirik ki, bu hissə mənfi ola bilməz. 19 çıx 2x də böyük olmalıdır 0-dan. O zaman x burada böyük, deməli, kiçik olmalıdır. Kiçik olmalıdır. 19 bölü 9,5-dən. Deməli, ən böyük qiymət verə bilirik 9, ən kiçik qiymət verə bilirik 4. Gəlin də 4 verdikdə neçə eləyir? 8 plus 5, 13. Ən böyük qiymət 9 verən nə olur? 18 plus 5, o da ki, 23. 13 plus 23 cəmin istəyirdi, o da 36 edər. Deməli, gənclər, bir dəfə də üstündən gedək. Şərtlərə baxdıq, bu şərti buradan götürdük, yazdıq. Bir dənə əlavə görməli olduğumuz hissə odur ki, x burada 3-dən böyükdürsə, sonsuz sayda böyük qiymət ala bilər. Amma biz elə bir qiymət verməliyik ki, 19 minus 2x natural ədəd olsun. Çünki bu natural ədəd, bu 19 minus 2x bizim B çoxluğumuzun sayını ifadə edir. Saydakı bilirik, nə mənfi olmaz, nə kəsir olmaz. Ona görə bu şərt daxilində həll etdikdə bu ifadəni alırıq. Belə əziz gənclər, əziz 11-ci siniflər, əziz izləyicilər, sizinlə 9 mart 2026 tarixində keçirilmiş buraxılış imtahanının bütün riyaziyyat suallarının izahına baxdıq. Ümid edirəm ki, izah sizin üçün çox aydın oldu. Ümid edirəm ki, istədiyiniz balları toplaya bildiniz. Növbəti videolarda görüşmək üzrə. Qeyd etdiyimiz kimi, ödənişli dərslərimiz haqqında da, gələn üçün qeydiyyat haqqında da maraqlana bilərsiniz, nömrəmizə yazaraq. Növbəti videolarda görüşmək üzrə. Sağ olun, Allah'a əmanət olun.